Xəbər verdiyimiz kimi 32 yaşlı Elməddin Quliyev həm kəndisi 29 yaşlı Asəf Rüstəmov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Gəncə xəbər az məlumat verir ki, hadisə Tovuz rayonunun Əyyublu kəndində baş verib. Elməddin Quliyev həm kəndisi 1997-ci il təvəllüdlü Asəf Rüstəmov tərəfindən bıçaqlanaraq öldürülüb. Hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib. İlkin məlumata görə tərəflər kafelərin birində içki məclisində olublar. Bu zaman Asəf Rüstəmov digər masada əyləşən şəxslərlə zarafat edib. Onun bu hərəkəti həmkəndisi Elməddin Quliyevin iradına səbəb olub. Bundan sonra iki şəxs arasında mübahisə yaşanıb. Gərginlik yaxınlıqdakı çayxanada da davam edib. Bu zaman Asəf bıçaqla Elməddinin ürək nahiyəsinə zərbə endirib. Nəticədə Elməddin elə hadisə yerində vəfat edib. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma başlanılıb. Redaksiyamız qətl hadisəsini törətməkdə şübhəli bilinən Asəf Rüstəmovun və öldürülən Elməddin Quliyevin fotolarını təqdim edir.